Salam əziz 9-lar, gəlin sizlərlə birlikdə 27 aprel tarixinə dəstək məqsədilə video izahına baxaq. Bizə deyir ki, çoxluğuna daxil ədədlərin neçəsi mürəkkəb deyil. Neçəsi mürəkkəb deyil deyirsə, bu sadə ədəd də ola bilər, sadə olmaya da bilər. İndi baxaq. Biz bilirik ki, sadə ədəd ümumiyyətlə nədir? Yalnız 1-ə və özünə bölünən ədədlər sadə ədəddir. 4 yalnız 1-ə və özünə bölünmür. Bundan əlavə 2-yə də bölünür. Ona görə 4-ü sildim. 9 özünə və 1-dən başqa 3-ə də bölünür. Sildik. 19 sadə ədəd deyə bilərəm. Çünki yalnız 1-ə və 19-a bölünür. 13 yalnız 1-ə və 13-ə bölünür. Deməli, sadə ədəddir. Biz bilirik ki, 2 ən kiçik sadə ədəd sayılır. Deməli, bunu götürə bildim. 21 özündən və 1-dən başqa 3-ə, 7-yə bölünə bilir. Onu da 21-i də götürə bilmirəm. 1 biz bilirik ki, nə sadə ədəddir, nə də mürəkkəb ədəddir. Hər bir halda bizə nə soruşur? Mürəkkəb olmasın. Bir mürəkkəb olmur da. Nə sadə, nə mürəkkəbdirsə, demək mürəkkəb də deyil. 49 özündən başqa 7-yə bölünə bilər. 27 3-ə də bölünür, 9-a da bölünür. Onda bunu da sildim. Neçəsi bölünmədi? 19, 13, 2 və 1. Biz bunlara deyə bilərik ki, bunlar sadədir. Daha doğrusu sadə deməyək, mürəkkəb deyil deyə bilərik. Yəni 4-dən olur cavab burada Y variantı. Mənfi 7,8 ədədinin kəsr hissəsi ilə mənfi 2,4 ədədinin tam hissəsinin fərqini tapın. Ümumiyyətlə biz burada bilməli olduğumuz hissə odur ki, yadımıza saxlayaq, kəsr hissə heç vaxt mənfi ola bilməz. Yəni, sənə desək ki, mənfi 7,8-in tam hissəsini tap, mənfi 7,8-in tam hissəsi bax belə göstərilir. Ədədin ümumiyyətlə tam hissəsi kvadrat mürtəzədə göstərilir. Mənfi 7,8-in tam hissəsi ədəd mənfidirsə, mənfi 7-dən 1 var yuxarı, mənfi 8 var da. Daha doğrusu 1 var aşağı deyildi, mənfi olduğuna görə. Bunun tam hissəsi mənfi 8-dir. Kəsr hissəsini tapırsansa, bu şəkildə göstərilir. Bu bizə verəcək 0,2. Yenə deyirəm, yadımızda saxlayaq ki, bu bizdə kəsr hissə heç çox mənfi ola bilməz. Yəni biz nə edərdik? Mənfi olsaydı, onda deyərdim ki, tam hissəsi ilə mənfi 7-nin özüdür. Mənfi 7-nin özü ilə tam hissədir. Gəlim deyərdim ki, bir dəqiqə, gəlim deyərdim ki, burada məsəl üçün deməli, mənfi 0,8 kəsr hissədir. Bunu deyə bilmərəm. Kəsr hissə heç vaxt mənfi olmur. Ona görə bu səhvdir. Biz necə götürməliyik? Deməli, götürməliyik ki, mənfi 8-im tam hissəmdir, 0,2-im kəsr hissəmdir. İndi mənfi 7,8 ədədinin kəsr hissəsi deyirsə, biz bura yazdıq ki, nə yazdıq? 0,2. Mənfi 2,4 ədədinin tam hissəsini soruşursa, bax, mənfi 2,4-ün tam hissəsi deyirsə, mənfi 3 olacaq, kəsr hissəsi deyirsə, 0,6 olacaq. Yox, sənə məsələn müsbət ədəd verib, müsbət 2,4 verib. Onda deyə bilərsən ki, tam hissəm 2-dir, kəsr hissəm isə 0,4-dür. Onda deyə bilərsən, mənfi ədəddirsə, yadımızda saxlayaq, yenildirəm, kəsr hissə heç vaxt mənfi olmur. İndi bizdə tapdıq ki, mənfi 2,4 ədədinin tam hissəsi nə imiş? Mənfi 3 imiş. İndi kəsr hissə ilə tam hissənin fərqini soruşur. Yəni, nə etməliyik? 0,2-dən çıxmalıyıq, mənfi 3-ü. 0,2-dən də mənfi 3-ü çıxanda nə alınır? Müsbət 3,2. Deməli, cavab nə olur? C variantı olur. Üçüncü suala baxdıq. Bizə verib ki, üçüncü sualda AB-miz 2-dir, BC-miz 6-dır, AB-miz 2-dir, BC-miz 6-dır, DC-miz 4-dür, AD-miz isə 7-dir. Bizə deyir ki, X-in ala biləcəyi, X burada, acid. X-in ala biləcəyi qiymətləri soruşur məndən. Ümumiyyətlə, burada üçbucaq bərabərsizliyini istifadə edəcəm 2 dəfə. Biz bilirik ki, üçbucaq bərabərsizliyinə görə, bizim burada X-imiz, bax, ABC üçbucağına baxıram. Burada X-imiz 2 ilə 6-nın fərqi ilə 2 ilə 6-nın cəmi arasında yerləşməlidir. Yəni, 4 ilə 8-in arasında yerləşməlidir. Digər tərəfdən burada belə bir üçbucaq var ki, ACD. Belə bir üçbucağım var. Və bu üçbucağa əsasən mənim X-im 4 ilə 7-nin fərqi arasında, bir də cəmi arasında yerləşməlidir. Yəni 7 ilə 4-ün fərqi 3-dür, cəmi də biz bilirik ki, 11-dir. İndi gəl buradan mən belə bir nəticə gəlir ki, birinciyə görə X-ni ala bilər 5, 6, 7. İkinciyə görə X-ni ala bilər 4, 5, 6, 7, 8, 9, 10. Təbii ki, biz eləməyik ki, bunun X-ini də ödəsin. X-in də ödəməsi üçün biz onda bunun kəsişməsini götürək də. Kəsişməsi nədir? 5, 6, 7-dir də. Deməli, X hansı qiymətdən ala bilir? 5, 6, 7 və alınan qiymətdən cəmi soruşur. Onda 5 üstə gəlsin, 6 üstə gəlsin, 7 yazırsan. Bu da bizə verəcək 18. Cavab olur 18. Sonra, deməli, ABC ədədlərinin ədəd ortası 27-dir. Biz bilirik ki, ədəd orta nədir? Ədədlər
toplayırdıq, sayına bölürdük. A, B, C neçə ədəddir? 3 dənə. Bölürsən sayına, bərabərsən ədədi ortaya. Buradan A üstə gəlinsin, B üstə gəlinsin, C-ni tapsam 27-nin nə etməlisin? 3-ə vurmalısan. 81 eləyir. Bunu tapdıq. Digər tərəfdən 4 dənə ədəd olanda, mənə deyir ki, bu 4 dənə ədəd olanda bunun ədəd ortası 25 olur. Onda, bir dənə gəl bunu silək. Onda yazıram ki, A üstə gəlinsin, B üstə gəlinsin, C üstə gəlinsin, D bölünsün 4. Nə olmalıydı? 25'e bərabər olmalıdır. İndi mən buradan A üstə gəlsin, B üstə gəlsin, C üstə gəlsin, D-ni tapsam, nə etməliyəm? 25'i 4'ə vurmalıyam. Onda alırsan ki, A üstə gəlsin, B üstə gəlsin, C üstə gəlinsin, D bərabər olmalıdır. 25 vurulsun 4, yəni 100'ə. Aha, bunu tapdıq. İndi nəyə fikir verək? Deməli, bizdə, bax, A üstə gəlinsin, B üstə gəlsin, C 81'i gətirib burada A üstə gəlinsin, B üstə gəlinsin, C-nin yerinə, bunun yerinə gətirib 81 qoysam, buradan D-ni tapmaq üçün nə etməliyəm? D-ni tapmaq üçün 100-dən 81'i çıxmalıyam. 100-dən də 81 çıxanda qalır, 19 qalmır. Deməli, 4-cü sualda cavab nə olacaq? C variantı olacaq. 5-ci sualda bir daxili bucağı 150 olan düzgün nə verib? Çox bucaqlının bir tərəfi 5 cm-dir verib. Bax. Daxili bucağı, bir daxili bucağı 150 dərəcədirsə, bir xarici bucağı neçə dərəcə olur? 30 dərəcə olur da, biz bilirik bunu. Düzdür? Bir daxili bucağı 150 dərəcədirsə, bir xarici bucağı 180 çıxılsın 150, yəni 30 dərəcə olur. Bir xarici bucağı 30 dərəcədir. Biz bilirik ki, üç bucağın xarici bucağının cəmi neçədir? 360, daha doğrusu çox bucaqlıdır bu. Düzgün çox bucaqlının xarici bucağının cəmi neçədir? 360 dərəcədir. Biri 30'dursa, onda mən bunun tərəfini tapa bilərəm də, ümumi bölməliyəm 30'a. 360 30'a bölünür neçə edir? 12. Deməli, bunun 12 dənə tərəfi var. İndi sənə deyir ki, bir tərəfi də 5'dirsə, onda 12'ni 5'ə vur. Cavab edir neçə? 60. Deməli, bunun perimetri neymiş? 60 imiş. Düz bucağlının eyni uzunluğuna 3 dəfə kiçik, perimetri isə 40 olarsa sayısını tap. Belə bir düz bucaqlım var. Gəl bura bir x yazım, bura bir 3x yazım. Yəni bizə deyir ki, elinin uzunluğu 3 dəfə kiçikdir. Perimetri 40'dırsa, düz bucaqlının perimetrini tapanda biz 1, 2 vurulsun, x üstə gəlsin 3x yazırdıq. Eni və uzunluğunun cəminin 2 misli bərabər olmalıdır 40'a. X-in 3x'i toplayanda 4x edir. 2'ye vursam 8x bərabər 40'a. Onda x bərabər 5 alınır. Buradan x-in 5'dirsə, onda 3x'in 15 olacaq. Uzunluğum 15, enim 5'dirsə, sahəsini tapanda nə etməlisən? 15'i 5'ə vurmalısan. 15'i də 5'ə vuranda neçə eləyir? 15'i 5'ə vuranda biz deyəcək 75. Cavab olur altda C variantı. 7-ci suala baxsaq, 7-ci sualda bizə verib ki, ifadəsinin qiymətini hesabla. Bu ifadənin qiymətini necə hesablayaq? Bax, 3 tam dövrdə 2 nə deməkdir? 3 tam 9'da 2 deməkdir. 2 tam dövrdə 3 nə deməkdir? 2 tam 9'da 3 deməkdir. Və salam, nə etməliyəm? 3 tam 9'da 2-dən çıxmalıyam 2 tam 9'da 3'ü. Çıxaq. Burada 3 tam 9'da 2'nin əvəzinə mən yaza bilərəm 2 tam 9'da 11. Yaza bilərəm də. Ev ki, neylədim? Tamı 9'da 2'nin üzərinə gəldim. Bu da bizə 9'da 11 verdi. İndi 2 tam 9'da 11'dən çıxmalısan 2 tam 9'da 3'ü. Burada tamlar gedəcək. 9'da 11'dən də 9'da 3'ü çıxanda 9'da 8 qalır. Deməli 7'də cavabımız olar nə? B variantı. Sonra davam edeyim 8-ci sualdan. 8-ci sualda bizə verib ki, A üstə gəlinsin B-nin hansı qiymətində 4 mənfi bir cütü bu tənəyə sistemin həllidir. Burada deməli fikir verməli olduğumuz məqam nədir? Bax, 4 burada x-i göstərir, mənfi 1 y-i göstərir. Gətirin bu sistem tənlikdə x-in də y-in yerinə qiymətlərini qoyum, a-nı tapım və x-in y-in qiymətlərini yerinə qoyum, b-ni tapaq. İndi gəl baxaq. Gətirib burada x-in yerinə 4 qoysam, birinci tənlikdə. Onda olur 4 üstə gəlinsin, 3 vurulsun, y-in qiyməti mənfi 1 bərabər olmalıdır a-ya. Buradan a-nı tapsam nə olacaq? 4 çıxılsın, 3 bərabərdir 1. Bunu tapdıq. Digər tərəfdən A-nı tapandan sonra B-ni tapmaq lazımdır. Onu da gəlim ikinci tənlikdə yanına qoyum da. X-in qiyməti nədir? 4 deyil. X-in yerinə gətirib 4 qoyursan, Y-in yerinə də mənfi 1 qoyacam və bərabər eləyəcəm B-yə. Mənfi 2-ni mənfi 1-ə vuran neçə eləyir? 2 eləyir. Onda 4 üstə gəlsin 2 bərabərdir B alınır. Onda B bərabərdir 6 alınır. Və salam. A-mız 1 tapdım, B-miz də 6 tapdım. Hansı variant oldu? A variantı. 9. Baxaq 9-cu suala. Bir dəqiqə. Deməli 9-cu sualda nə verib mənə? 9-cu sualda mənə verib ki, bərabərsizliyin mənfi tam əllərinin sayını tapın. Aha. Deməli nə etməlisən? Burada gəl bunu bu tərəfə keçirdim.
Bunu da bu tərəfə keçirdək. Mənfi x-dan 4x çıxsan, mənfi 7x alırsan, kiçikdir. 57-dən də 15-i çıxanda bu bizə verəcək 42. Aha, bunu tapdım. İndi hər tərəfi mənfi 7-yə bölsəm, ümumiyyətlə burada bərabərdir. Mənfiyə bölürsənsə, bu işarə dəyişir. Yəni nə olur? X bu ağzı bu tərəfə keçir də belə böyükdür. 42 bölünsün mənfi 7 neçə eləyir? Təbii ki, mənfi 6. İndi mənfi 6-dan böyük ədədlər, mənfi ədədlər hansılardır? Burada qarışdırmayaq. Mənfi 6-dan böyük, məsələn, mənfi 7, mənfi 8, mənfi 9 yazır ekran işarətçilər. Bu yanlışdır. Bunlar ondan kiçik olanlardır. Bizdən böyük olanları soruşur. Onda hansılar olur? Mənfi 5 olur, mənfi 4 olur, mənfi 3, mənfi 2, mənfi 1 və salam. Neçələr həll görürsən burada? 5 dənə. Deməli, cavab olur C variantı 9-da. Sonra davam edeyim mən 10-cu sualdan. 10-cu sualda bu nöqtələrini birləşdirən parçanın orta nöqtəsinin koordinat başlanğıcından məsafəsini tapın. Bu nöqtələri birləşdirən orta nöqtəni tapın. Ümumiyyətlə, parçanın orta nöqtəsini tapanda biz uyğun olaraq x-la x-i toplayırdıq. Digər tərəfdən y-lə y-i toplayırdıq və hər ikisini yarıya bölürdük. İndi nə edirsən? Bu 3 ilə bu 7-ni topla. 3 ilə 7-ni toplayanda 10 eləyir. Onu da bölürsün 2-yə, tapırsan orta nöqtəni. Deməli, bunun orta nöqtəsi oldu 5. Digər tərəfdən mənə lazımdır ki, y-ləri də toplayım 2-yə bölüm, çünki orta nöqtə soruşur. Ondan 8 ilə 6-nı toplayardım, bölərdim 2-yə. Bu da bizə verərdir 12. Deməli, mən tapdım ki, həmin parçanın orta nöqtələri 5 və 12-dir. X-i 5-dir, y-i 12-dir. Koordinat şəklində yazaq onu. X-i 5, y-i 12. İndi sənə deyir ki, bu orta nöqtənin koordinat başlanğıcından məsafəsini tapın. Koordinat başlanğıcı biz bilirik ki, 0, 0-da. 5, 12 nöqtəsindən 0, 0-a qədər məsafəni tapanda məsafənin tapılma düsturu nə idi? Kök altında 5 çıxılsın 0-ın kvadratı üstə gəlinsin. 12 çıxılsın 0-ın kvadratı. Buydu düsturu. Bu da nə verir mənə? Kök altında 25 üstə gəlinsin. 144. Kök altında 25 üstə 144 gələndə kök altında 169 eləyir. Kök altında 169 da 13 deməkdir. Cavab olur D variantı. Düsturu bilməsən, başqa cürdə tapa bilərsən, bax. Bir dənə koordinat başlanğıcı çəkək. Deməli, x-i 5, y-i 12 tapmışdıq. Aha. 5 buradır. 12 də ki, tutaq ki, nə bilim, burada bir yerdə bir qiymətdir. 12 də buradır. İndi mənə deyirsən ki, bu nöqtədən koordinat başlanğıcına qədər məsafəni tap. Buradan bura qədər məsafəni tapmaq üçün o düstur hardan gəlir, ona baxırıq da. Buradan bura qədər məsafəni tapmaq üçün bu xəttə indir. Perpendikulyar indir bura 90 dərəcə altında. İndi burası 5-dir. Buradan bura bax. Buradan bura 5-dir. Buradan bura 12-dir. Mən burada hipotenusu tapmaq üçün Pifagor tətbiq eləməliyəm də. Pifagorda tətbiq eləsəm 12-nin kvadratı üstəsin 5-in kvadratı 13 verirdi. Və salam cavab olur, deməli D variantı. Sonra baxaq burada 11-ci sualda düz bucağın 40%-i neçə dərəcə olar? Düz bucaq bilir ki 90 dərəcədir. 40%-ni tapmaq istəyirsənsə 90-ı 40-a vurub 100-ə bölürsən. Buradan sıfırlar ixtisar gedir. 9-u 4-ə vuranda cavab eləyəcək 36. Vəssalam. Cavab oldu nə? 36. Sonra ifadəsinin sərbəst həddini tapın. Burada sərbəst həddi necə tapaq? Biz bilməliyik ki, çoxhədlinin sərbəst həddi nə deməkdir? Yanında dəyişən olmasın. Burada sərbəst hədd burada nədir? 5. Yanında dəyişən olmayan 5-dir. Həmin 5-i dərəcəyə yüksəlt, kvadratı yüksəlt. 5-in kvadratı neçə ilə 25 tapdım. Arada nə işarəsidir? Vurma. Vurmanı yazdım bura. Digər tərəfdən gəlirəm bu bir hissəyə. Bu bir hissədə isə burada sərbəst hədd mənfi 1-dir. Mənfi 1 üstündə 57, 57-nin sayı təkdir. Onda mənfi işarə qalacaq. Mənfi 1 üstündə 57 təbii ki, nə verəcək? Mənfi 1 verəcək. 25 ilə mənfi 1-ə vuran nə edir? Mənfi 25. Vəssalam, deməli sərbəst həddə neçə imiş? Hasilin mənfi 25 imiş. Sonra davam edəsək 13-cü sualda ifadəsini sadələşdir deyir. Biz bilirik ki, bu bizə A üstə gəlsin B-nin kvadratıdır. Yəni A üstə gəlsin 2-nin kvadratıdır. Onu bölmək lazımdır. Bunun tapmaq istəsək, bu da bizə bilirik ki, A çıxılsın B-nin kvadratını verir. Yəni A çıxılsın 2-nin kvadratını verəcək. Bunu vururam. Deməli, bax, kəsri-kəsrə böləndə biz bilirik ki, ikincisini tərsinə çevirib vurursan. Bunu tərsinə çevir, vur. Tərsinə çevirib vuranda vurulsun. Onda olur A çıxılsın 2 bölünsün A üstə gəlsin 2. Yəni nə edirəm? Kəsri tərsinə çevirdim. Aha. Burada bu kvadratla bu gedir. Digər tərəfdən bu kvadratla da bu gedir. Onda yerdə nə qalır? A üstə gəlsin 2 bölünsün A çıxılsın 2. Bizdən də bunu soruşur da. Bizdə cavab onda nə olacaq? Cavab olacaq C variantı. Vəssalam. Burada cavab olur C variantı.
14-cü suala baxdıq. Deyir ki, 14-cü sualda şəkildə verilənlərə görə o, AB bucağının dərəcə ölçüsünü tapın. Deməli, bizə buranı verib ki, 70 dərəcəyə bərabərdir. Buranı x dərəcə verib, buranı 90 dərəcə verib. Aha. İndi məsələ nədir? Məsələ orasındadır ki, bura 90-dırsa mərkəzi bucaqdır. Mərkəzi bucaq söykəndiyi qövsə bərabərdir. Onda burada 90 dərəcədir. İndi buranın 90 dərəcə olduğunu tapırsansa, onda mən yerdə qalan bu qövsün də dərəcə ölçüsünü tapa bilərəm də. Biz bir ki, çevrə tam olaraq 360 dərəcə deyil. Onda mən nə etməliyim? 360-dan 90 çıxmalıyım. 360-dan 90 çıxanda deməli bu hissəyə qalır 270. Bunu bildik. Digər tərəfdən bu nədir? Daxili bucaqdır da. Bir dəqiqə bu qarışmasın. Bu yaşlı silə indi. Bir dəqiqə. Deməli, bura 70 dərəcə idi. Bura x idi. Bu qövs 270 dərəcədir. Onda bu bucaq nədir? Daxili bucaq deyil. Daxili bucaq nədir? Söykəndiyi qövsün yarısına bərabərdir də. Onda buradan tapırsan ki, 270-in yarısını tap. Buradan onda bura olacaq 135 dərəcə. Düzdür? 270-in yarısı 135 dərəcə eləyir də. İndi vəssalam da məndən x-i soruşur. Burada bir dənə 4 bucaqlı görürəm. 4 bucağın daxili bucaqların cəmi 360-dır. Yəni 90 üstə gəlsin 70 üstə gəlsin 135 üstə gəlsin x bərabər olmalıdır 360 dərəcəyə. Buradan x-i tapaq. 90-la 70-i toplayanda bizə 160 verir. 160 ilə 135-i toplayanda 295 verir. 295-in üzərinə x-i gələndə 360 almalısan. Buradan x-i tapanda 360-dan çıxacam 295-i. 360-dan da 295-i çıxsam 65 alaram. 14-də cavab olacaq 65 D variantı. 15-ci sualda ifadəsinin qiymətini tap deyir. Burada deməli a kvadratı çıxılsın b kvadratının olduğunu görəm. Müxtəsərə görə 67 çıxılsın 33 vurulsun. 67 üstə gəlsin 33 almalısan. Bunu da bölməlisən 34-ə. Burada 67 çıxılsın 33 elə 34 deməkdir. Bu 34-dən bu 34 ixtisar gedir. 67 ilə də 33-ü toplayanda biz bilirik ki, nə alınır? 100 alınır. Deməli cavab nə olur? 100. Cavab olur 15-də B variantı. 16. 2 üstə yazın y bərabərdir 5 düz xəttinin apsisi -4 olarsa ordinatını tap deyir. Ümumiyyətlə düz xəttin apsisi, yəni x deməkdir. X bərabərdir -4. Ordinatı isə y edir. Yəni sən deyir gətir burada x-in yerinə -4-ü qoy, y-i tap. X-in yerinə gətirib -4 qoysam, 2 burası -4 üstə gəlsin y bərabər olmalıdır 5-ə. Burada -8 üstə gəlsin y bərabərdir 5-dirsə, y-i tapmaq üçün nə etməliyəm? 5-in üstə 8-i gəlməliyəm. Bu da nə verər mənə? 13. Deməli cavab olacaq 16-da 13. 17-ci sualda məsəl üçün baxsaq, A və beta, alfa beta qarşılıqlı bucaqlardır. Biz bilirik ki, alfa beta qarşılıqlı bucaqlardırsa, deməli alfa betaya bərabərdir. İndi gətirib burada alfanı ya da betanın yerinə bir-birinə əvəz eləyək. Tutaq ki, beta alfaya bərabərsə, beta yerinə alfa yaz. Onda betanın yerinə alfa yazırsansa, onda alfa üstə gəlsin, alfa bərabər 120 dərəcə alırsan. 2 alfan bərabər 120 dərəcədirsə, alfa bərabər 60 dərəcə olduğunu alırsan. Bunu bildik. İndi alfa 60-dırsa, biz deyirik ki, beta da 60-dır. Çünki qarşılıqlı bucaqlar olduğuna görə bir-birlərinə bərabər olmalıydı. İndi məsələ nədir? Gətirib burada alfa böl 5, yəni 60 bölünsün 5 deməkdir. Üstə gəlinsin. 3 beta bölünsün 4, 3 vurulsun 60 bölünsün 4 deməkdir. Və sıralama hesablayaq. 60-ı 5-ə böləndə 12. 60-dan 4 ixtisar gedir 15. 15-i 3-ə vurursaq 45. Və sıralama 12 ilə 45-i toplayanda cavab neçə edir? 57. Deməli 17-ci sualın cavabı nə olubmuş? 57 dərəcə olubmuş. Sonra 18. Burada ifadəsinin qiymətini hesabla deyir. Burada kvadrata yüksəldəndə bu hissəni 2-ni kvadrata yüksəldirsən 4 eləyir. Kök altında 3,7-nin kvadrata yüksəldirsən 3,7 eləyir. Çıxılsın. Bu nə deməkdir? Kök altında 12,4-də 1 nə deməkdir? 4-də 49 deməkdir. Kök altında 4-də 49 nə deməkdir? 2-dən 7 deməkdir. Bunu bildik. Yəni buradan bu ədəddən nəyə çıxmalıyam? 2-də 7 nəyə çıxmalıyam? İndi gəl baxaq. 4-ü 3,7-yə vurursan, 4-ü 3,7-yə vuranda bu bizə verəcək 14,8. 3,7-ni 4-ə vuranda 7 vur 4, 28, 2 hətta 12, 14,8. Çıxılsın. 7-ni də 2-yə böləndə bizə verir 3,5. 14,8-dən də 3,5-i çıxsaq nə alırıq? Alırıq ki 11,3. Və salam, cavab olur 11,3. 19. Burada ifadəsinin qiymətini tap deyir.
Bizə verib ki, 3 üstündə n bərabərdir 5-dir. Bu ifadəni soruşur. Bu nə deməkdir? 3 üstündə 2m üstə gəlinsin 1 bərabərdir. Biz bilirik ki, 3 üstündə 2m vurulsun 3 deməkdir. Yəni biz elə bilirik ki, bir-birinə vuranda üstlər toplanmır. Həmin xassədən istifadə elədim də. İndi mən buradan 3 üstündə 2m tapmaq istəyirəmsə, nə etməliyəm? Bunu kvadrata yüksəltməliyəm. Buradan onda alırsan ki, 3 üstündə 2m bərabərdir 5-in kvadratı, yəni 25. Bunu tapdım. İndi 3 üstündə 2m 25-dirsə, 25-i qoyursan yerinə, 25-i 3-ə vuranda neçə eləyir? 75. Deməli, cavab nə olubmuş? 75 olubmuş. 20. Ölçüləri bol olan düzbucaqlı polipedin həcmini tapın. Biz bilirik ki, düzbucaqlı polipedin həcmi V-si A vurulsun, B vurulsun, C-dir. İndi ölçülərə uyğun olaraq 5, 6, 7-dirsə, 5-i vurursan 6-ya, vurursan 7-yə. Vəssalam. 5-i 6-ya vuranda 30 eləyir, 7-yə vurursam 210 eləyir. Deməli, cavabım nə olar? 210 olacaqdır. 20-də cavab olur 210. 21-ci suala baxdım. Deyir, atanın 46 yaşı var, oğlun sinində 10 yaşı var. Neçə il sonra, neçə il deyirsə, x ildən gedir söhbət. İndi x ildən sonra atanın da yaşı x qədər artır, oğlun da yaşı x qədər artır. Deyir, ata oğlundan 3 dəfə böyük olacaq. İndi atanın yaşı x ildən sonra 46 üstə gəlsin x olmadı. Oğlun yaşı x ildən sonra 10 üstə gəlsin x olmadı. Bizdən nə soruşur? Deyir, ata oğlundan 3 dəfə çox olsun, yaşı çox olsun. Onda nə etməliyəm? Oğlun yaşını 3-ə vurub atanın yaşını bərabər etməliyəm. Və salam, gəlin bu tənliyi də həll edək. Buradan onda alıram ki, 46 üstə gəlinsin. Niyə belə oldu? Bir dəqiqə. Silindi. Aha, buna baxırdıq. Deməli, burada dedik ki, x ildən sonra atanın yaşı 46 üstə gəlsin x olacaq. Oğlun yaşı 10 üstə gəlsin x olacaq. 3 dəfə də çox olsun deyirsə, onda oğlun yaşını 3-ə vurub atanın yaşını bərabər elədik. Buradan 46 üstə gəlinsin x bərabərdir. Mötərizəni vurub atsaq, olacaq 10 vur 3, 30 üstə gəlinsin 3x olacaq. Buradan onda alıram ki, 2x bərabərdir 16-ya, x bərabərdir 8. Deməli, 8 ildən sonra atanın yaşı neçə olur? 54. Oğlun yaşı neçə olur? 18. Buradan həqiqətən də görürəm ki, ata oğlundan 3 dəfə böyükdür. Deməli, düz almışıq cavabı. 22. Deyir, x və y qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədəd odur ki, x və y yəni ixtisar getmir. İndi sənə verib ki, x, bir dəqiqə mən bunu qanunlaşdırım ki, burada oxuya bilək. Deməli, x bölünsün y bərabərdir. 0,136 verib. 0,3 dövrdə 6. 0,3 dövrdə 6 nə deməkdir? Birinci gəlin onun çevirməsini öyrənək. Biz bilirik ki, burada mötərizənin içərisindəki rəqəm qədər 9 yazırıq. Mötərizədən kənardakı rəqəmin sayı qədər 0 yazırıq. Surətdə isə olacaq. Ümumi ədədim 36-dır. Ondan çıxmalısa mötərizədən kənardakı ədədi, yəni 3-ü. Onda anlıram ki, kəsirim nəyə bərabər imiş? 90-da 33-ə bərabər imiş. Bunu aldım. Deməli, x bölünsün y nə imiş? 33 bölünsün 90 imiş. İndi belə bir məsələ var ki, bunlar qarşılıqlı sadə ədəddirsə, 90-da 33 kəsi ixtisar gedir. Eləmirəm ki, ixtisar getməsin. Onda nə edeyim? İxtisar aparım ki, ixtisar getməsin də. Buna bu ixtisar apar, 3-ə gedir ixtisar. Burada alınır 11, burada alınır nə? 30. 11-in 30 ixtisar gedir? Yox. Artıq sən aldın ki, x-in qarşısındakı 11-dir, y-in qarşısındakı 30-dur. İndi burada belə suallarda ümumiyyətlə birinci x-a 11k'dir, y-ə 30k'dir. Yəni bu belə yazılmalıdır. Burada da x və y-in ən kiçik qiymətini tapmaq istəsəniz, görə k-ya 1 verəsən. Onda olacaq 11 üstə gəlsin 30 bərabərdir 41. Niyə 0 və yaxud da mənfi ədədi verə bilmirəm? Ümumiyyətlə ədədin qarşılıqlı sadə ədəd olması üçün bir ilk növbədə bu natural ədəd olmalıdır. Ona görə 1 verirəm, 1-dən başlamalısan. Vəssalam, 41. Burada yəni ən kiçik qiymətdir. Onsuz ən böyük qiymətini soruşa bilməzsən, çünki ən böyük qiyməti sonsuz sayda gedir. Yəni ən kiçik qiymətini soruşacaq. Burada x-ə uyğun gələn x-in qarşısındakı 11-dir, y-ə uyğun gələn y-in qarşısındakı 30-dur. Sonra davam eləyək bu sualda. 23-də bizə verib ki, ABC üçbucağında DY AC-yə paraleldir. Deməli, bu xətt bu xəttdə nədir? Paraleldir. Digər tərəfdən AY tən böləndir. AY tən böləndirsə, mən bura alfa yazıramsa, yaza bilirəm. Digər tərəfdən DY-ni 6 verib, DY-miz aradır bura. Bura 6 verib, BD-mi 2 verib, BD-miz 2-dir. Digər tərəfdən DBDG, buranın sahəsi isə 5-ə bərabər idi. İndi məsələ nədir? Bizdən SABC-ni soruşur. Deməli, bax, DY AC-yə paraleldirsə,
Bizdə bura bura var. Bura alfadırsa, burada alfa deyə bilirsən. Niyə? Çünki daxili çarpaz bucaqlardır da. Biz bir iki paralel xəttlərdirsə, burada daxili çarpaz bucaqlar var. Daxili çarpaz bucaqlarda nə olmalıdır? Bir-birinə bərabər olmalı idi. Onda buradan alırsan ki, A, D-yə bərabər yanlı üçbucaqdır. Çünki oturacaq iki bucaqlar bərabərdir. Onda bura 6-dırsa, D-yemiz 6-dırsa, onda AD-miz də 6-dır. Bunu tapdıq. Digər tərəfdən, bura bir qamma deyək, bura bir beta deyək. İndi fikir ver. Bizdə A bucağı ümumilikdə neçə dərəcədir? Bura neçə alfadır? 2 alfa, burada 2 alfa yaza bilirsən. Niyə? Çünki uyğun bucaqlardır paralelliyə görə. Bura qammadırsa, onda burada qamma deyə bilirəm. Niyə? Çünki yenə uyğun bucaqlardır. Onda alırsan ki, 3 bucaq D, B, Y oxşardır. 3 bucaq A, B, C-yə. Oxşarlığı buradan aldıq. Çünki 3 bucaq da uyğun olaraq digərinin 3 bucağına bərabərdir. Onda, bax, bizə nə soruşur ümumiyyətlə? Sahəni soruşur. Aha, sahəni soruşursa səndən heç də. Biz bilirik ki, oxşar 3 bucaqda sahələr nisbəti uyğun olaraq tərəflər nisbətinin kvadratına bərabərdir. Bizə balaca 3 bucağın sahəsini 5 verib. Böyük 3 bucağın sahəsini soruşur, bərabər olmalıdır. Kiçik 3 bucağın tərəfi neçədir? 2. Böyük bucağın tərəfi neçədir? Axıra kimi gedir də 8. Bunun nisbətinin, dedim ki, sahədirsə kvadratı olur. Onda tapaq buradan. 8 ilə 2 ixtisar gedir. Burada 4-də 1 qalır. 4-də 1-in kvadratı da 16-da 1 verəcək. Alırsan ki, 5 bölünsün S bərabərdir 16-da 1. Buradan S-i tapsan, 5-i vurmalısan 16-ya. Bu da 20-də 80. Deməli, cavab neçə olubmuş? 80 olubmuş. 4-ə bölünən iki rəqəmdən ortaya edilən cəmini tapın. Birinci burada biz bilməliyik ki, 4-ə bölünən deməli iki rəqəmdən ortaya edilən sayını tapaq. Burada ən kiçik ədədim 12-dir. 4-ə bölünən ən kiçik rəqəmlər ədədi 12-dir. Ən böyüksə belə şəkildə davam edirsə 96 olur. Bunun sayını tapmaq üçün nə edirsən? Axırıncıdan çıxırsan ilki. Yəni 96-dan çıxırsan 12-ni. Biz bir ki 4-ə bölünürsə, ədədlər 4-4 arta gedir də. Deməli, silsə fərqi 4-dür. Bölürsən 4-ə. Bir də əlavə olaraq üstə 1-i gəlməliyik. Üstə 1-i gəlməliyik. Bir dəqiqə. Üstə 1-i gəlirik, yoxsa çıxırıq? Yox. Hə, məncə gəlir. Yəni düzdür. 1 gəlir. 96-dan 12-ni çıxanda, 96-dan 12-ni çıxanda nə qalır? 84. 84-ü 4-ə bölsəm 21, üstə də 1 gəlsəm 22. Deməli, belə bir nəticə gəlirsən ki, burada n 22-dir. Yəni, 12-dən 96-ya kimi 22 ədədim var. İndi bu natural ədədlərin də cəmini tapmaq istəyirsənsə, neynəyəsən? Biz bilirik ki, ədədi silsilədə S-ini tapanda A1-in üstünə A-ni gəlib bölürsən 2-yə, vurursan n-ə. A1-imiz nədir? 12. A-imiz nədir? 96. Bölürsən 2-yə, vurursan n-ə. N-imiz də neçə idi? 22 idi. Vəssalam. 2 ilə 22 ixtisar gedir. Buradan 11 qalır. 12 ilə 96-nı toplatsam, bu bizə verəcək 108. 108-i 11-ə vuraq görə neçə alınır? 108-i 11-ə vuranda 8, 0, 1, 8, 1. Bu bizə verəcək... Yox, düz vurmadım ki. Bir dəqiqə. 8, 0, 1, 8, 0, 1. Vəssalam. Bu bizə verəcək 1188. Deməli, neçəymiş? 1188 imiş. Yəni, belə bir ədədi silsilə sualıdır. 25-ci sualda cədvəldə çoxədli və onun vurğuları verilmişdir. Bizə çoxədli bunu verib. Burada görürük ki, biz 27 y kubu üstə gəlinsin B və vurğuları verib. Biz bilirik ki, vurğuların uyğun olaraq xarici çoxədliyə bərabər olmalıdır. Onda bərabərdir yazırsan 3y üstə gəlinsin 2 vurulsun. CY kvadratı üstə gəlinsin NY üstə gəlinsin K-ya. Bunu tapdıq. İndi biz buradan baxsaq ki, 27y-in kubu nə deməkdir? 3y-in kubu deməkdir, düzdür? Üstə də gəlməlisən B-ni, bərabər eləməlisən 3y üstə gəlinsin 2, bərabərdir. CY kvadratı üstə gəlinsin, NY üstə gəlinsin K. Məsələ nədir? Biz bilirik ki, A kubu üstə gəlinsin B kubu nə deməkdir? A üstə gəlinsin B vurulsun, A kvadratı çıxılsın AB üstə gəlinsin B kvadratı. Elə həmin düsturdur bu.
Onda mən burada 3y-ə uyğun 3y kubudursa, bu 2 uyğundur, 2-nin kubu olmalıdır. Onda b-ni 8 tapırsan. B-miz olur 8. Deməli, onda mən nə etməliyəm? 27y kubu üstəgəlsin 8-i vuruqlara ayırmalıyam. Bu da nə deməkdir? 3y üstəgəlsin 2 vurulsun. 3y kvadratı 9y kvadratı verir. Çıxılsın 3y vurulsun 2, 6y verir. 2-nin kvadratı 4 verir. İndi bizdən nəyi soruşur? BCNK-nın cəmini soruşur. Buradan BCNK-nın cəmini tapmaq üçün birinci baxaq görək B-miz nə idi? Bizdə B-miz orada 8 olub. Bizdə C-miz 9 olub. Bizdə deməli N-imiz -6 olub. K-mız isə neçə olub? K-mız isə olub bizdə 4. Vəssalam, bunların cəmini tapsaq 8 ilə 9 topladım 17, 4 topladım 21, 6-nı çıxdım 15. Deməli cavab olub 15. Vəssalam, videomuz bu qədər idi. Sağ olun, salamat qalın.